Salam aleykum hər kəsə. Deməli dünən mən bir video çəkdim və orada dedim ki, mən İrana dəstəyəm. Çünki İranda 40 milyona yaxın Azərbaycanlı yaşayır. Rəylərdə görürəm təhqir edici sözlər yazırlar mənə. Biri yazır, sən erməni pərəstsən. Mən, Qazi yoldaşı, özüm də 3 il debatları ermənilərlə aparan adam. Biri yazır, zahiri görünüşə aid bir şey. Biri nə bilim nəsə təhqir edici orada yazır. Biri yazır nə bilim sən də mollasan nəsən. Onu deyim ki, mənim yenə deyirəm İranla əqidəm fərqlidir. Amma İran müsəlmandır və təbii ki, mən müsəlmanı dəstəkləyəcəm. O şimdi neyse bunu koyduk bir kenara. Düşüblər orada ki, İran bizim düşmanımızdır. Bizim dövlətimiz indiyə kimi rəsmi şəkildə İranı bizə düşman elan etməyib. Və hətta prezidentin 2020-ci ildə çıxışı var bu haqda. Mən bunu bilirəm. Nə üçün İran üzərindən silahları gətirə bilmir? Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, öz hava məkanını bağlayıb, bizim xahişimizi nəzərə alaraq. Ona görə ki, istəməyib ki, onlar gəlib Azərbaycanlıları öldürsünlər. Və ümumi bu yaxınlarda Azərbaycan, İranla birgə əskərlərimiz təlimləri keçib 3 dəfə sərhəddə. Ümumiyyətlə, başqa bir kommunikasiyalar, hansı ki, İranla indi Azərbaycanın arasında var. Bunu yəqin ki, siz bir şəkildə izləmirsiniz. Və əsl müsəlman həmişə müsəlmanın yanında olar. Çünki bunu bizə dinimiz, Quranımız öyrədir. Qalanları özünüz bilərsiniz. Salamat qalın. Allah hər kəsə niyyətinə görə inşallah versin.